Hər şeirin bir tarixçəsi var, Vasif. Musa Yaqub bir şeir yazmışdı. Allah rəhmət eləsin, ruhu şad olsun. İndi artıq deyə bilərəm də, çünki illər keçib. Əvvəllər deyə bilmirdim. Şeirin açmasını deyə bilmirdim. Amma inanın ki, birinci dəfədir, bax deyirəm efirlərdə, açmasını deyirəm. Yəni, şeirin yaranma tarixini deyirəm. Necə olub, şeir yaranıb. Musa Yaqub həyatının qaynar vaxtlarında, biraz musiqi də olsa həll olar. Bir qızı sevirmiş. Elə olub ki, bu qızı Musa Yaquba verməyiblər. Çünki də bəşi kasıb uşaqdır, məllim işləyir. Onun nəyə var ki, onu verəsiniz? Qız da əhdindən dönüb, sözün əsl mənasında atasının anasına qulaq asıb, razılaşmayıb. Musa Yaqub ərə getməyib. Vaxt olub ki, Musa Yaqub Sovet dövründə gəlib İsmaildə Zəhmətkeş qəzetinin baş redaktoru işləyəndə həmən qız da 2 uşaqla ərindən boşanıb. İndi bu qıza deyirlər ki, bəs get də, katibdən sonra o vaxtı Qəşəm Aslanov vardır, ruhu şad olsun. Bizim İsmaillərin partiya komitəsinin birinin katibi, o gətirmişdi Musa Yaqub ora. Qıza deyirlər ki, bəs ərindən boşanmışsan, 2 uşağın var, Atongildə döyürsən, özün də xadimə işləyirsən, kirayədə qalırsan. Get Musa Yaqubun yanına, rayonun rəhbəri, sənə bir iş versən, işdə də, o vaxtda sən istəyib bu. Musa Yaqub da öz otağında oturub belə Zəhmətkeş qəzetini vərəqləyirmiş. Birdən katibəsi deyib ki, bəs Musa müəllim, bir qadın gəlib, sənlə görüşmək istəyir. Deyib, denən gəlsin. O vaxtlar köhnə bir qapılı vardı, redaksiyanın qapıları. Ay Allah, pis oldu. Belə açılır, görür ki, qəzetin üstündən belə baxır, görür ki, həyatının qaynar vaxtında istədiyi bir qız soluq şəkildə, bəniz şəkildə bunun görüşünə gəlir. Bax, onda şeir yazır ki, Ay, soldum. Solub bağını, töküb barını, daha şuxdan salıb yarpaqlarını, soldurub o çıraq yanaqlarını, qış olub üstümə yegəmsən. Of. Sən adlı o xanım xatını mənə, vermədin öz şahlıq taxtını mənə, qıymadın gül çiçək vaxtını mənə, qış olub üstümə niyə gəlmirsən? Məni həsrət qoyan ilk bəhərinə indi gəlib məni yada salıbmı? Gözünün alovu özgələrinə, saçının qrovu mənə qalıbmı? Qış olub üstümə niyə gəlmirsən? Gözəllik, neynədin o bəxşişini? Gəlmisən, bəs kimə bəxş etdin onu? Nə bildin taleyin göndərişini qaytara bilmərəm, nə bildin bunu? Nə bildin mən biraz ürəyi kövrək, qaldım baxışında mütiyəm, lala. Nə bildin həsrət məni əyəcək? Nə bildin sənin üçün keçilmiş yolam? Qış olub üstümə niyə gəlmirsən? İncik ürəyimi uyutmağa mı? Yazıq qəlbimi unutmağa mı? Təkəbbürlü xanım, anazlı xanım. Yox, yox, bu yalvarışı saxla sən Allah, bu yazıq baxışı saxla sən Allah. Deyib, bəsdir, bu fəndi, fitnəni saxla, gücün var, ötəni qaytar, soraqla, qış olub üstümə niyə gəlmirsən? Mən ki unutmuşdum eşq əzabını, taleyin qarqışı niyə gəlmirsən? Məndə yandırdığın o çıraq sönüb, ay gözümün yaşı, niyə gəlmirsən? Təzədən dərdimi yola salıram, bir də alışıram, bir də yanıram. Sonuncu üstümə niyə gəlmirsən? Qış olub üstümə niyə gəlmirsən? Qış olub üstümə niyə gəlmirsən?